Bəli, məni dinləyən hər kəsi bir daha salamlayıram. Web proqramlaşdırma mövzusunun ikinci videosunda sizlərlə birlikdəyik və bugün qalan hissəni inşallah ki, sizinlə öyrənməyə çalışacağıq. Növbəti teqimiz U teqidir. U teqi dediyimiz teq nə işə yarayır? Yadınızda underline var idi Word-də. U-ya basanda nə edirdi məlumatın altından? Xətt çəkirdi. Eynisidir. Onun arasında nə yazsan, altından xətt çəkiləcək. Fikir verin. 1918 nəyin arasında yazılıb? Onu 1918 nöqtəndə var. Xətt var. Bəli. İkinci, P teqi. P uşaqlar paraqraf teqidir. Sən P-nin arasında nəyi yazsan, o ayrıca bir paraqrafda görünəcək. Yuxarıdakı paraqrafdan da ayrılır, aşağıdakından da özünü ayıracaq. Yəni, yeni bir abzasdan sanki yazır. Fikir verin. Xalq Cümhuriyyəti nəyin içindədir? P-nin içindədir. Ona görə Xalq Cümhuriyyəti artıq nədə yazılıbdır? Yeni bir abzasda yazılıbdır. Və Azərbaycandan da ayrıdır, aşağıdakı hissədən də ayrıdır. Növbəti teq HR teqidir. HR teqi üfüqi bir dənə xətt çəkməkdir. Fikir verin uşaqlar. Xalq Cümhuriyyəti sözündən sonra bir dənə nə var? Üfüqi xətt var. Niyə? Çünki Xalq Cümhuriyyəti sözündən sonra hansı nə yazılıb? HR yazılıbdır, üfüqi bir dənə xətt çəkildi. Aydın oldu məsələn? Bu teqlər aydındır mı ümumilikdə? Keçən dərsdə öyrəndiyimiz teqlər hansıları idi? Bu teqi, bu nə inirdi? Qalınla yazırdı. Strong'un bu-dan nə fərqi var idi? Həm də açar söz kimi qəbul olunurdu. YM nə idi? Müəllim, başlıq kimi yazılır da, açar söz. Həm də Açar açar söz. söz yazılır. Bəs yalnız italik yazılır. Doğrudur. Bir də bear öyrənmişdik. Bear nə inirdi? Bəli. Sətrə yad keçirdi. HTML ilə başlayıb hər bir teq nə ilə bitməli idi? Hər bir sayt. Bəli, slash HTML ilə bitməlidir. Saytın içində əsas 2 dənə teq var idi, Məhəmməd. Hansıları idi? Body, bir də head. Head'in arasında yazılan hara düşürdü? Saytın adına, body'dəki isə saytın daxilinə düşürdü. Keçən dərsdə qısaca bir üstündən keçdik. Orada indi saytın məqsədləri falan var idi. Bunları da irəliləyən hissələrdə yenidən təkrar edəcəyik. İş olar. Saytın daxilində bəzi anlayışların yaradılmasına öyrənək. Birinci, nömrələnmiş siyahı necə yaradılır? Nişanlanmış siyahı necə yaradılır? Fikir verin. Bakı, Təbriz, Ankara hamısının qarşısında nələr var? Nömrələr var. Niyə? Və bunlar hamısı saytın içindədir. Hansı teqin arasında olmalıdır? Body'nin arasında olmalıdır ki, saytın içində olsun. Nömrələnmiş siyahı yaratmaq üçün gənclər yadda saxlayın ki, OL teqindən istifadə olunur. OL açıldı, OL bağlandı. OL-in içində yazdıqların hamısı nə edəcək? Nömrələyəcək. Bəs hardan biləcək ki, bu birinci nömrə nədir, ikinci nömrə nədir? Onlar buradan bilir. Birinci elini açdım, Bakını yazdım, elini bağladım və nə oldu? Birinci bitdi. İkinci elini açdım, Təbrizi yazdım, elini bağladım, ikinci bitdi. Sonra yenə nədir? Eli yazdım, Ankara yazdım, elini bağladım. Üçüncü nə düşdü? Ankara düşdü. Bir dənə də bunun arxasından tutaq ki, deyirəm, Tbilisi yazmaq istəyirəm. Yeni el açacağım, Tbilisi yazacağım, elini, bəli, olan. Necə? Aha. Deyirsən, 3-dən necə başlayar? Ay, sağ ol, keşə sağ olursun. Bilmiyorum. Sən konkret. Onu bilmiyorum şu an. Necə 3-dən başlayacağını konkret olaraq deməyimiz mümkün deyil. Çünki bunun haqqında təəssüf ki, bizə din materialı öz kitabında məlumat verir. Amma belə 3-dən başlamaq istəyirsənsə, məntiqlə səhədiyim. Birinci elini boş bırak. İkinci elini boş bırak. Üçüncü onsuz da 3-dən başlayacaq. Yəni, belə məntiqlə belə bir şey işləyə bilərsin. Konkret olaraq da İndi. Müəllim, səs getdi, müəllim. İndi düzəldi. Düzəldi, müəllim. Hə. İndi digər hissə. Nişanlanmış və yaxud da nizamlanmış. Ya da şu var. Bu nömrələnmiş siyahı. Müəllim, səs bonlaşır, müəllim. Bəli, müəllim. İndi düzəldi mi? Yenə də biraz boğuşdu, müəllim. Yəni gözün şolar interneti bir dənə nəzərdən keçirdək. İnternet yerindədir. Yaxşı deyilmi hal-hazırda? Yaxşıdır, müəllim. Yaxşıdır. Yaxşı. Şolar, nömrələnmiş siyahı həm də nizamlanmış siyahı deyirlər. Niyə nizamlanmış deyirlər? Çünki mən əgər bir şeyi nömrələyirəmsə 1, 2, 3 ilə, əslində bunlar neyləmiş oluram? Nizamlamış oluram. Yəni deyirəm ki, birinci bu, ikinci bu, üçüncü bu da. Artıq bunlar nizamlanıbdır və bunların ardıcıllığı nəyi var? Fərqi var. Amma nişanlanmış olanda onlar nizamlanmamışdır. Məsələn, bax fikir verin. Nişanlanmış siyahı budur. Bakı, Təbriz, Ankara. İndi qarşılarında nə var?
Nöqtələr var. İndi bunların qarşısında nömrə yox, nöqtə var deyə mən bunları artıq nə eləməmişəm? Nizamlamamışam. Bəli, onu izah edəcəm. Bunları nizamlamamışam. Deməli, nöqtə varsa, buna nişanlanmış və ya nizamlanmamış deyirlər. Nişanlanıb çünki qarşısında müəyyən işarələrlə nişanlanıb, amma nizamlanmayıb çünki bunların ardıcılı artıq mənim üçün fərqli deyil. Fərqi yoxdur ardıcılığının. Nişanlanıb, nömrələnib, nöqtələnibdir daha doğrusu. Bəs yaxşı, nömrələnmişlə nöqtələnmişin yaradılmasının nə fərqi var? Nömrələnmişdə mən UL-in yerinə nə işlədirdim? OL işlədirdim. Deməli, OL-in yerinə sadəcə UL yazmağım nəyə kifayət edir? Nömrələnmişin nöqtələnmiş və yaxud da nişanlanmış olmasına kifayət edir. Aydın oldu mu? Deməli, OL nə edirmiş? Nömrələnmiş siyahı yaradırmış. UL isə nişanlanmış. Nömrələnmişin ikinci adı nə oldu? Nizamlanmış. Nömrələnməmişin və yaxud da nişanlanmışın ikinci adı nə oldu? Nizamlanmamış. Nizamlanmamış. Bəli. Bura qədər şey aydındır? Bəli. Yaxşı. Onda uşaqlar, bu hissəni də deyim, ondan sonra sizə bunları konkret olaraq saytda necə icra edirlər, onu əyani formada göstərəcəm. Növbəti hissəmiz izahlı siyahıların yaradılmasıdır. İzahlı siyahı deyəndə nədən söhbət gedir? Hər hansı bir anlayış və onun izahı. Fikir verin uşaqlar. Burada yazıb neytron, altdan yazıbdır yüksüz zərrəcik. Proton, müsbət yüklü zərrəcik. Deməli, neytron anlayışın özüdür, yüksüz zərrəcik onun nə idi? İzahıdır. Və yaxud da proton anlayışın özüdür, müsbət yüklü zərrəcik onun izahıdır. Bunu necə düzəldirlər? Əvvəlcə, belə izahlı siyahı yaratmaq üçün DL tegi istifadə olunur. Bax, fikir verin. DL arasında yazılıb hər şey. DT-nin içində nə izah eləmək istəyirsənsə onu yazırsan. DD-də isə onun nəyini yazırsan? İzahını yazırsan. Bax, birinci izah olunacaq və izahı bitdi. İkinci DT-ni açdım, proton, altdan protonun nəyi? İzahı. DL nə iləndir? Bağlandı və beləliklə izahlı siyahlar yekunlaşmış oldu. Aydın oldu? Deməli, izahlı siyah hansı teqin arasında gəlir birinci olaraq? DL-in arasında gəlir. İzah olunacaq obyekt DT-də, onun izahı isə DD-də göstərilir. Gəlin bunların hamısını əyani formada görməyə çalışaq. Həm kodlarını, həm də web saytını görməyə çalışaq. Bunun üçün nə edəcəm? Əvvəldən tələbələrin mən ilk ildə hazırladığım sizlə web səhifələri açacağıq. Burada uşaqlar HTML saytlar adlı bir papka olmalıdır. İndi mən öz kompüterimi bir tələbəm vermişdim. Onun adını dəyişməyibsə, belə bir adda burada papka görməlisiniz. Görün, görürsünüzmü? HTML saytlar adlı bir papka. Buradan bir-bir baxıram. Bəlkə bunun için nədir? Baxaq görək. Yox, bu deyil. Adını deyəsən papkanı dəyişmişdi. Word-ün içinə baxaq. Xeyr, burada da yoxdur. Ardıcıl davam eləyək. Uşaqlar, bax, belə nəyisə itirdirsə, heç vaxt pərakəndə baxmayın. Ardıcıl baxın ki, nə edə bilərsiniz onu? Tapmanız mümkün olsun. Buna baxdıq. Burada başqa papka yoxdur. Buradan davam edirik. Burada başqa papka yoxdur. Altdan davam edirik. End files. Görək, buramı qoyubdur. Burada bir neçəsi var, amma söhbət bundan getmir. Bunu da bağlayıram. Desktop here, bu papka deyil. Maraqlıdır, o mənim papkamı görəsən neyini? İnanmıram papkanı silsin, çünki silməz. Niyə silsin? Belki bunlardan birindədir. Hansılar? Bu yuxarıdaşlar. Desktop. Var mı üçün? Onlara baxmadıq? Yox. Yox, bunda deyil. Buna da baxmalım. Hansını üstü? Bu 5. 1.5. O kısa yol. Maraqlıdır. Görürsən, hara gedib bu? Python'da olmaz. Python'da Python kodlarıdır. Maraqlıdır. Onu silmə ehtimalı olmamalı. Niyə silsin? Bu education'ın içində bir neçəsi var, amma bizə lazım olmur. Bunlar deyil. Son uşaqlar bir.
Ara qoyubsa onu. Bilmirəm o lazım. Bilirəm ki, silməyib. Buyurun. Tamam. Olur. Sulu götürmək istəyirsiniz? Hə, götürün uşaqlar. O zaman Visual Studio'dan açmağa çalışaq, eybi yoxdur. Ümid edirəm ki, Visual Studio'da ən son onu istifadə eləmişdim, qalıbdır. Bu da sualı saç demək olar, amma bu haradadır? Documents, Desktop, HTML saytlar, Source. Bax, bizə bu lazım idi. HTML saytlar adlı bir şey olmalıdır burada. Amma papka lazım mənim gözümə dəymir. Onu necə olubdur, silibdir, mən heç cür başa düşmürəm. Yaxşı, zibil qabına qaydaq görək. Zibil qabına nəsə görəyim. Hanı? Zibil qabını deyirsən, HTML saytları deyirsən. Hə, zibil qabını görürüm. Bir dəqiqə mən sizin rekordu saxlayacağım. Ona qədər mən tələbədən soruşum, görüm o hara qoyubdur. Tamam, başladıq. Axır ki, mən tapdığım faylı indi uşaqlar davam edirik. İndi baxın, burada bizim əvvəlcədən yaratdığımız 3 dənə nümunə var. Məsələn, biz izah eləmək üçün bu birincini mən istifadə edirəm. Əvvəlcə baxın, burada B, UL, OL və s. olan izahlar olan bir nümunə görürük. Bunun kodlarını da açmaq olar, özünü açmaq olar. Özünü necə açacağım? Özünü açmaq üçün üzərinə 2 dənə basmağım kifayətdir ki, açılsın. İndi mən bunun kodunu hardan görəcəm? Kodunu görmək istəyirəmsə, gəlirəm bunu açanda, fikir verin uşaqlar. OpenViz-ə gəlirəm. OpenViz-də də bunu açıram Visual Studio ilə. Çünki biz kodları nədə yazırıq? Visual Studio-da yazırıq. Bəli. Visual Studio-da bunun kodları açıldı. İndi bu kodları da atacağım. Bu tərəfə indi bizim iki tərəfdə, bir tərəfdə saytın nəticəsinin, bir tərəfdə kodlar olmaqla 2 dənə hissəmizi görəcəksiniz. Məlumat. Bir fikir verin bura. Baxın uşaqlar. Title-ın arasına yazmışam. Visual yazmışam, düzdürmü? İndi fikir versəniz görərsiniz ki, bura baxın. Bizim saytımızın adı nədir? Füzuli. Doğrudan deməli, Füzuliyə yazılan, yəni title-ın arasında yazılan hara düşürmüş? Saytın adına düşürmüş. İndi digər hissəyə fikir verin. O Füzuli yazılan nəyin arasında yazılıbdır? Hidin arasında yazılıbdır. Deməli, title doğrudan da hidin arasında yazılır və orada yazılan saytın adına düşür. Gəlin görək, indi biz bunu nizami eləsək. Saytın adına. Yəni, indi saytın adı olacaq da, o title-ın arasındakı. Bəli, bəli. İndi fikir uşaqlar. Nizami elədim. Buranı yeniləməyim kifayətdir ki, saytın adı nə olsun? Gördünüz? Nizami. Davam edirik. Mənim sizə iddiam buydu ki, U-nun arasında yazdığım altdan nə edirdi? Xət çəkirdi, düzdürmü? Onun arasında nə yazmışam? Dünya. Dünya sözünün altdan nə var? Xət var. İndi dünyanın yanında bir dənə də söz yazacağım. Dünya xalqı. Onda nə baş verəcək? Buranı yeniləyən kimi dünyanın sözün yanında bir dənə xalqı söz yazılacaq və onun da altından yenə xət çəkildiyini görəcəyik. İndi mən sizə demişdim ki, UL nə edirdi? Nişanlanmış yoxsa nömrələnmiş siyahı yaradırdı? Nişanlanmış. Nişanlanmış siyahı yaradırdı. Fikir verin indi. UL-in arasında yazmışam birinci. Çün itirib xisləti. Çün ayrı bir nişandadır. İtirib ayrı bir nişandadır. Xislət də ayrı bir elidədir. O da ayrı bir nişanla verilibdir. Amma nömrələnmişlər nə yazılıbdır? Fikir verin burada. OL nə yazılıb? OL-in içində eli, şərti, bax şərti birinə nömrələndi. Altda nə yazmışam? Strong, elinin arasında strong. Strong nə edirdi? Qalın yazılıb, düzdürmü? Və elinin içində strongun arasında dövrani yazdığım üçün dövrani qalın yazılıb, həm də ki nömrələnmiş. Və 2 nömrəsini nömrələnmiş. Nə dedin, xəyal etmədim mən səni? Mənim açar söz kimi yazılır da. Bəli. İndi fikir verdinizsə uşaqlar, mən burada bilərəkdən elinin birini böyük yazmışam, birini balaca yazmışam. Mən iki işləyib işləməyib. İşləyib. Deməli, bunun böyük və yaxud da balaca yazmaq heç bir fərqi yoxdur. Hətta bunu alt-alta yox, yan-yana yazacağım sizin üçün. Fikir verin. Normalda Pythonda mən belə şey eləsəydim nə olardı? İşləməzdi heç vaxt. Amma burada işləyəcəyimi
işləyəcək. Nəsə bir fərq gördünüzmü? Yox. Yox. Deməli, heç bir fərqi yoxdur. İstəyirsən yanaçı yaz, istəyirsən ard-arda yaz. Sadəcə qəşəng görünsün deyə biz bunu belə alt-alta yazırıq ki, bizə rahat olsun. Və fikir verin, sayt nə ilə başlayıbdı? HTML ilə başlayıbdı, HTML ilə də ən sonda bitibdi. Bunlar nizamı. İndi keçək digər hissələr nizamı. Bura qaydırıq. Index HTML gördüyünüz bir şeydir. Aha. Bu da daha konkret əslində. Bunu da açacağım. Və burada sizə cədvəl necə hazırlayırlar onu göstərəcəm. Və izahlı siyahı da sanki bunun içində var. İndi mən bunun özünün kodunu açmaq üçün nə etməliydim? Sağ düymə basacaqdım. Nəyə basacaqdım buradan? Open with, buradan Visual Studio'ya basacaqdım. Artıq kod açıldı. Bunu atıram bu tərəfə, belə, burada dursun. Bu tərəfdə dursun. Hə, indi diqqətlə baxmış olaq. Biraz bunu uzadacağım ki, adı görəsiniz. Saytın adı nədir? Yenə eyni qayda ilə. Saytın adı nədir? Dokument 3. Niyə? Çünki eyni adı burada title yazmışam. İndi burada page color və s. hissəsi var, onu keçməmisiz, onu deyəcəm. Amma fikir verin, OL-in arasında nə yazılıbdır? Salam, necəsən, yaxşılıq və s. Düzdürmü? Bunlar hara düşübdür? Burada düşüb və nə inəlilib tamsı? Nömrələnibdir. Yenə, Del yadınızdadır nə idi? Del nə yaratmaq üçün idi, mən sizə demişdim. İzalı siyahılar yaratmaq üçün idi. Delin arasında yazdığımın burada göründüyünü görürsünüz. O, bu hissədədir. Və orada mən sizə yadınızdadırsa demişdim ki, DT-nin arasında yazılan izah olunacaq obyektdir. DD-də yazılan isə onun nə idi? İzahıdır. Məsələn, asteroid, kosmosdan gələn səma cismi. Bu da onun izahıdır. Aydın oldu mu bu hissədiniz? Və yaxud da fikir verin. Demişdim ki, UL nə üçündür? Nömrələnmiş yoxsa nişanlanmış siyahı yaratmaq? UL nişanlanmış. Nişanlanmış. Doğrudan da burada UL necə siyahı yaradıbdır? Nişanlanmış siyahı yaradıbdır. Bu da Bakı olmalıydı. Sadəcə dildə İngilis dili olduğundan İngilis dilində də I hərfi belə düşmüş olar. Azərbaycanda I hərfi olan İngilis dilində nöqtəli vergüldür. Ona görə belə düşür. Artıq mən buranı yerləyəndə sıxətanı düzəldib, burada Bakının olduğunu görəcəksiniz. Fikir verin. Ən vacib hissəmiz gənclər. Table. Həmişə imtahana düşür. Fikir versəz görərsiniz ki, burada artıq hissələr var. Bunlar ümumiyyətlə siləcəm. Table ümumiyyətlə table tag arasında yazılır. Table bildiyimiz cədvəl. Fikir verin. Table açıldı. Table nə iləndir? Bağlandı. Burada table'ın xəttlərinin qalınlığını yazırsan. Məsələn, border bərabər 2 nə deməkdir? Xəttlərin qalınlığı 2 olsun. Mən indi buradan 2-ni silib, yerinə 4 yazsam nə olacaq xəttlər? Qalınlaşacaq, naziləşəcək. Qalınlaşacaq. Qalınlaşacaq, bəli. Fikir verin. 4 elədim, nə elədi xəttlər? Qalınlaşdı. İndi table taginin daxilində sətirlər tr-lərin arasında yazılır. Bax, tr açıldı, tr bağlandı və içində yazılan hər şey nəyə əmələ gətirdi? Birinci sətri. Birinci sətrin içində nə var? Ad, boy, çəki deməyək, buna çəki deyək. Doğrudan da burada ad, boy, çəki yazılıb mı birinci sətirdə? Bəli. Və bu nəyi bitirdi? Birinci sətri bitirdi. Bəs yaxşı, birinci sətrin elementləri nələrin arasında yazılıblar? Ayrı-ayrı hər biri. TH-ların arasında yazılıblar. Ne fikrin? İkinci sətrə baxaq. İkinci sətr yenə T ilə başladı, T ilə bitdi. Arasında nə var? Rəhim. Rəhimi rəhim eləyək. 1.78, çəkidə 75. Və bu nəyə əmələ gətirdi? İkinci sətrə əmələ gətirdi. Birinci sətrin ikinci sətrinə fərqi var. Görürsünüz ki, birinci sətr nə yazılıb hamısı? Qalın hərflərlə. İkinci sətrdə isə qalın hərflər yoxdur. Niyə? Çünki sən birinci sətirdə TH istifadə eləmişdin. İkinci sətirdə TD istifadə eləmişdin. TH ilə yazdıqların qalın hərflərlə yazılır. Adi TD ilə yazdıqların isə adi hərflərlə yazılır. İndi ən sonunda isə üçüncü sütun başlayır. Üçüncü sütunda nə görürük burada? İkinci adı əlifsət. Normal bir formaya gətirək. Əlifsət. Boyu 2.10. Tutaq ki, elə bir adamdır. Çəkisi 100 kilodur bu adam. Fikir verdiniz, görərsiniz ki, mən 210-u nəyin arasında yazmışam?
B-nin. Ona görə burada 210 necə yazılıbdır? Qalan hərflərlə yazılıbdır. İndi mən bunu yeniləsəm, əlifsat doğrudan düzəlmiş formaya gələcək. Aydın oldu mu? Bu uşaqlar belə. Ən sonunda isə table bağlandı. İndi fikir verin. İmtahanda ən çox düşən sual budur ki, belə bir dənə kod verir sizə. Soruşur ki, sizdən. Məsələn, birinci sətr hansıdır, ikinci sətr hansıdır, üçüncü sətr hansıdır? İndi mən hardan biləcəm ki, birinci sətr hansıdır? Birinci Müəllim, D. Buyur. mənim ikincidə TR var ha. O bitənə qədər deyil. Bəli, birinci TT T-lərin başlayana arasında qədər. yazılan birinci sətr əmələ gətirir. İkinci T-lərin arasında yazılan ikinci sətri, üçüncü T-lər isə üçüncü sətr əmələ gətirir. Sənə indi soruşsa ki, neçə sətr var, nə deyərsən? Hardan bilirsən? Çünki 3 dənə TR cütlüyü var. Bəli, TR cütü var. Birinci TR cütü, ikinci TR cütü, üçüncü TR cütü. Və yaxud da cütləri saymaq yəni birbaşa nəyə saya bilərəm? TR-lərin nələrini? Özlərini. Və yaxud da əksinə, onların nələrini? Slash TR-lər, yəni bağlanmalarını götürə bilərəm. Hər üçünün sayı 3 dənə. İstənilən formada bu formada sətirlərin sayını tapmaq olar. Bəs yaxşı sizcə sütunların sayını necə tapasın? Burada neçə sütun var? 3 dənə sütun var. Yox, xana sayıdır. Xana da soruşa bilər, düz deyirsən. Xana soruşsa sətirləri taparsan, sütunları taparsan, sonra bir-birinə vurarsan. Bəs sütunu tapmaq üçün sizdə nələr saymalıyam? T-lərin içindəki TH-ların neçə dənə olduğunu. Neçə dənə TH var T-lərin içində? 3 dənə. Burada neçə dənə var T-də? 3 dənə. Burada neçə dənə var? 3 dənə. Deməli, neçə sütun var? 3 dənə. Əgər bunlardan hər hansı biri bax sizcə 4 dənə olsa nə olardı? Məsələn, burada bir dənə də TH yazıram. Biri dəyişəcəm. TH. Bağladım. Aha. Təki, tutaq ki, bir dənə də yazıram yaş. Şeyən uşaqlar. Gördünüz nə baş verdi? Artıq 4-cü sütun var. Amma 4-cü sütun ancaq neçənci? Xanası var. Birinci xanası var. Qalan xanaların üçün eləməmişəm. Yazmamışam. Amma burada konkret neçə sütun var artıq? 4 sütun var artıq. Yəni bunların hər hansı birinin 4 dənə olması bəs eləyir ki, sənin sütunların sayı ümumi sayı neçə olsun? 4 olsun. Aydın oldu? Bitdi. Bu da uşaqlar bizim bugünkü əsas müzakirə obyektimiz oldu. Gələn dərs qalan hissəni inşallah ki öyrənəcəyik. Ev tapşırığı olaraq nə edəcəksiniz? Ev tapşırığı olaraq gözəlcə dərs öyrənirsiniz. Kaderodan kitabı kimin Kadero kitabı var burada? Yoxdur. Hə, burada Kadero kitabımız yoxdur. Kaderodan baxım görüm hansı testi işləməlisiniz. Testdən izah videosunu seçəcəm. Aha, bunların hamısını keçmişik. Deməli, bunu yaza bilərsiniz. Yazırsınız evdə. Evə yazın, qrupa. 13.1 keçdik. Şu an deyirəm 13.1-də keçmədiyiniz suallar olacaq. Niyə? Çünki bu kitabı yazanlar bunu MIQ səviyyəsinə daha yaxın yazdıqları üçün burada magistr proqramında, üzr istəyirəm, abituriyent proqramında yer almayan bəzi bir-iki dənə sual olacaq. Onlar da mən özüm izahını sizə verəcəm. 13.1-də biraz səhvləriniz ola bilər, problem deyil. Məsələn, font falan sizin proqramda yoxdur, yazmamanız normaldır. Amma burada yaza biləcəyiz suallar da var. Sonra 13.2 çox vacibdir. 13.2-ni tamamilə yazırsınız. Hamısı keçdiyimizdir. Baxın, siyahılar və cədvəllərin yaradılması. Cədvəlləri keçmişəm, siyahıları keçmişəm. Aydın oldu ev tapşırığı? Yaxşı. İndi biraz sual-cavab eləyək, ümumi sual-cavab. Dedik ki, uşaqlar, web-sayt dediyimiz obyekt hansı proqramların köməyinə yaradılırdı? HTML bir də CSS proqramlarının köməyinə yaradılırdı. Saytın hansı yaradılma məqsədləri var idi Kamran? Düzdür, dərsə bugün keçmişik, gələn dərs öyrənəcəksiniz. Yox, məqsəd. Reklam. İnformasiyanın. Və hansısa informasiyanı paylaşmaq. Bir də gəlir əldə eləmək, bəli. Gəlir neçə cür əldə eləyə bilər? Reklamlar ya da ki, məsələn, birbaşa satış yerinə yetirir. Yəni biri var, hər hansı bir məhsulu reklam eləyirsən, həmin reklam elədiyin məhsulun sahibi sənə pul verir. Bir də var ki, elə birbaşa məhsulu kim satır? Özüm satıram. Necə xəyal?
Xəyalan dedin, mən səni eşitmədim. Yazıb ki, tamam, yaxşı. Heç nə demədisə, davam edirik. Bəs yaxşı, saytı yaradanda birinci hansı mərhələni nəzərə eləmişdir? Bəli, layihənin hazırlanması. 2. Məqsədimiz. Bəli, layihənin məqsədinin müəyyən olunması. 3-cü. Elə deyək, uşaqlar. Layihələndirilmənin içində idi o məqsədin müəyyən olunması. Bunlar layihənin içində idi. Sonra orada texniki tapşırıq vardı. O nə idi bəs? Texniki tapşırıq Yəni ki, soruşlar. Necə Murad? Dizayn müəllim, dizaynı məsələn. Bəli, texniki tapşırığın daxilində saytın necə görünəcəyi haqqında ətraflı məlumat vardı. Bu sayt nə saytıdır, necə görünəcəyi, nə qədər büdcə lazımdır. Bu birinci mərhələ idi. Layihə mərhələsini bitir. İkinci mərhələdə nə başlayırdı? Dizayn mərhələsi başlayırdı. Dizayn mərhələsində nə baş verirdi Murad? Müəllim, saytın necə görünəcəyi, necə giriş olacağı bəlli olunurdu müəllim. Bəli, həmin o saytın görünüşü haqqında bir neçə dizayner tərəfindən hazırlanırdı və kimə təqdim olunurdu? Sifarişçiyə. Və sifarişçi olanın biri nə edirdi? Seçildi. Seçilmiş sifariş kimə göndərilir təzədən? Proqramistə ki, o nə eləsin həmin o? Dizaynı proqramlaşdırsın. Ona deyirlər, səhifənin maketlərinin hazırlanması. 3-cü mərhələ. 4-cü mərhələdə nəyi proqramlaşdırırlar? Servislərin proqramlaşdırılması. Servisləri proqramlaşdırmaq nə deməkdir? O bəzi saytlara qeyd etdiyi yerlər var idi. Adı daxil elə, şifrəni daxil elə. Bax, həmin hissəni proqramlaşdırmaq. Ondan sonra gəldi saytın nəşri və informasiyanın doldurulması. Bunu mən də eləyə bilərəm, proqramist eləyə bilər və yaxud da hər hansı bir şəxs eləyə bilər. Bu qədər mürəkkəb proses deyil. Bəli, əlavə xərc verərək yenə proqramisti elətdirə bilərəm, özüm də eləyə bilərəm. Əgər sifarişçi mənimsə təbii ki. Və ya son mərhələ gəlir, saytın müşahidə olunması və texniki dəstəyi. Burada nə baş verir? Bu hər şey hazırdır. Hazırda artıq sayt istifadəyə verilib və problem çıxdıqca müraciət edirsən proqramistə, proqramist gəlir və yaxud da onlayn formada qoşularaq xətaları aradan qaldırır. Gənclər, keçən dərsdə və bu dərsdə ümumi olaraq bunları öyrənmişdik. Ümumi bu dərsin bitməsinə cəmi 1 dəqiqə qalıb. Suallar aydındırmı? Mövzu aydındırmı? Ev tapşırığı aydındırmı? Dərsi kitabdan oxuyursunuz. Kitabı ver mənə. Kitabda yazdım 15.3. 15.3-ə qədər də dərsi kitabdan oxumaq. 15.3 də çox qısa bir şeydir. Onu da inşallah gələn dərs sizə izah edəcəm. 15.3-ə qədər yox. 15.3 də daxil olmaqla. 15.1, 15.2 və 15.3-ü mənim kitabımdan oxuyursunuz uşaqlar. 15.4-ü isə gələn dərs keçəcək və beləliklə də mövzu bitmiş inşallah ki olacaq. Hər şey aydındırmı? Aysa. Murad, sualın var? Xeyr müəllim. Kamran, sualın var? Xəyal, sualın var? Xeyr müəllim. Onda keçirik xəyalın şikayət məsələsinə. İndi onu şikayət edirəm uşaqlar. Sən üçüncü zumu başladacağım, getmirsiniz. 9 dəqiqəniz var. Bu sağollaşma videonu izləyənlər üçün idi. Dəvə geçsiniz. Hələ sizi də anlayacağım biraz. Tamam. Videonu izləyənlərlə xudafizləşək. Biz indi uşaqlar biraz da anlayacaq. Onu videoda düşməyəni işləmirik. Tamam, görüşənə qədər. Sağ olun.